Herkese salam, mən Quiz. Bugün sizə üçlü çəkilişdə kupa modunda necə ən yaxşı kartları seçə biləcəyinizi göstərəcəm. Ümumiyyətlə 4 oyun atacağım və 4 oyunun 4-ünü sizə göstərəcəm. Videoya keçməzdən əvvəl abunə olmağı və like atmağı və şərhlər bölümündə mənə fikrinizi bildirməyi unutmayın. Onda vaxt itirmədən ilk oyuna keçək. Burada iskeletlər və goblinlər ateş ruhundan təkir və buz ruhuna qarşı çox zəif olurlar. Məzar taşı isə hər üçünü uda bilir, ona görə məzar taşı alacağım. Burada köstəbək və yaxud iksir qoləmi alsam, əgər rəqib də mega şövalye alarsa, bu çox pis olacaq. Ona görə garantiya alıb kraliyyət dev alırım. Burada kıvılcım alardım, amma bayaq rəqibə korumalar ateş ruhu, buz ruhu düşdüyünə görə çox rahat dojlaya bilər. Ona görə öfkə alıram. Həm də ki, kraliyyədən yaxşı gedər. Paket bu üçündən ən yaxşı olduğuna görə alıram. Burada fişekçi yaxşı olardı ki, rəqibin behit kartlarını öldürməyə. Tankımız yoxdur və rəqib prens ala bilər. Ona görə şövalye alacağım. Aralarında ən yaxşı 1v1-də silahşör olduğu üçün və kraliyyət devi ilə yaxşı getdiyi üçün silahşör alıram. Anında hasar verən bir kart lazımdır. Dondurma az hasar verir. Deprem isə yavaş öldürür deyə arayıb top aldım. Rəqibin kartlarını analiz elədim və gördüm ki, rəqibin bütün kartları yüksək iksirlidir. Ona görə o böyük ehtimal çox iksirli ilə başlayacaq deyə biz xeyirdə olacağıq. Rəqibin mega şövalyəsini oyalayıb kulə fişekçi öldürürəm. Arxası nəsə atsa da məzar taşı falan atıb kəsərəm. Fişekçinin öndən getməyi pis oldu. Ana kule aktivasyon eləyəcək. Ona görə büyü təxmini eləyəcəm. Büyü təxmini alınmadı, amma rəqib də çolaq olduğuna görə ana kule aktivasyon eləyə bilmədi. Və fişekçimiz də vurdu. Showtime! İndi böyük ehtimal onun qabağına mega şövalyədən, banditdən, prensdən bir şey atacaq. Ona görə paket atıram. Və prens atdı. Prensi də ki şövalyə ilə falan öldürə bilərəm. Bayaq eləyə bilmədiyi ana kule aktivasyonunu indi elədi. Kraliyyət evinin arxasına işini atmayacağım. Onun yerinə öfkənə mızraqları təmizləyəcəm. İndi CRL keçirilir və Azərbaycan ölkəsini Turan təmsil edir. Ümid edirəm ki, Turan yarışmada yaxşı bir yer tutar və Azərbaycanda heç olmasa Clash Royale biraz inkişaf edər. O büyücünün vurmasına icazə verib, sonraki atakını müdafiə edəndən sonra kraliyyət evinə girəcəm və sol kanalda olmağa çalışıram. Əgər bu hücumu müdafiə edə bilsəm udacağım, edə bilməsəm udacağım. Onların qabağında böyük ehtimal mega şövalye atar. Ona görə indidən paketə bıraxdım. Şövalye ilə tank olaraq sadələyəcəm. Silahşörlə fişekçi işləsin deyə. Savuna bilmədimsə də ateş topuna vurdum. Olsun, biraz hasar yedi, amma bunun dönüşü çox yaxşı olacaq. Rəqibin mızraqlı goblin atmasını təxmin edirəm, ona görə öfkəni hazır tuturaq. Tutturduq. O kuleni hardasa 300 cana qədər endirsə, bir ilə döndürüb ala bilərik. Aha, 3 atış 7 can oldu. 2 ateş topuna gedəcək. 2 ateş topu atmaq yerinə kraliyyət evini bitirmək daha yaxşı olar.
Çox ağır dəstə eləmək istəmirəm. Ona görə burada deprem ən ideal seçimdir. Buz golemimiz zəifdir, şifacıda çox lazımsızdır. Ona görə goblin makinası. Barbar varlığı Tomruk'un yerinə yaxşı iş görər. Rəqibin seçimlərinə baxdıqda çox alan vuran kartı var. Ona görə bəbək ejderi ala bilərəm ki, alan hasarı yüksəkdir. Arasında ən yaxşı seçim koç biricidir. Həm balonu yavaşlatıram. Ateş ruhunu alıb rəqibin zibil kartlarını təmizləmək olar. Namız yoxdur, cəhənnəm kulesi də çox bahalıdır, ona görə kafes. Arasında ən yaxşı seçim uçan makinadır. Muhammed Light'in bir hərəkəti var, həmişə ruh ilə başlayır köprüdən. Elektro ruh yox. Havan atdı, havanın kafesi atlarəm. Ayda, kafesi qaçırdıq. Məcbur barbar varlı atacaq. Rəqib anti emojisi atır, amma belə baxanda mənim koç birincimə çox kartı var. Rəqibin şok birliyi dezavantajdır, çünki öldürməyə kartım yoxdur. Bomba kulesini çox səhv yerə atdı, uçan makina ilə vura bilərəm. Goblin makinasının canı azdır, ona görə barbar fıçısına tanklayıram. Havanı çox yaxşı yerə atdı, atacaq kartımız yoxdur, məcbur deprem atacaq. Rəqib bizə çox antidir, nə atsam rahat öldürə bilir. Oyunu bölgəsini uzacam, uçsam da çox çətindaram. Kafesdən çıxan goblin qabağına koç birinci ata bilərəm. Rəqibin əlində şok bildiyi yoxdur, ona görə koç birinci ata bilərəm. Atsa bir ihtimal kartopu atacaq. Kartopunu qaçırdı, əla, oyunu çevirdi. Aramızda yenə 600 can fərq var, amma məncə çevirə bilərəm depremdən. Burada elime çok büyük fürsət düşdü. Rəqibin kulesi yoxdur. Oyun bebek eşlər də kuleye vurur. Bu oyunu vurma ihtimalim yüksəldi.
Oyun başa baş gelir. Rəqibin ateş topu daha çox hasar verir deyə oyunu uduza bilərəm. DP'mi çatdırsam unuttum. Oh, son saniye. 5 canla unuttum. Əslində burada ən yaxşı seçim cəlladdır, amma mən Bulldog çalacağam. Yarım atak kartı olaraq madenci yaxşı olur. Ağır büyüyə ehtiyacım yoxdur, ona görə deprem alıram. Aralarında ən yaxşı oxlardır, ona görə oxlar alıram. Madencinin qabağında korumalar yaxşı gəlir. Madenci balon edə bilərəm. Binaya ehtiyacım var, ona görə bomba xristi seçirəm. Əslində dartda almaq olar, amma rəqibin behit kartları varsa buz büyücünü həm yavaşatar, həm də öldürə bilərəm.
Qayda açmağı unutmuşam. Ona görə bombacı aldım ilk seçimdə. İndi paket alıram. Burada Mega Şövalyenin bizim havanımıza və X qoyumuna antidir. Ona görə golem almaq istəyirəm. Həm də ki 2x-ə yaxın golemlə yaxşı atak eləyə bilirəm. Dediyim kimi rəqibin əgər Mega Şövalyesi varsa, bu cəhənnəm əjdəri çox yaxşı olacaq. Bina ehtiyacımız var. Ona görə bomba kulesi. Kartların oyalamaq üçün ikili kartı olan oxşunu alıram. Qısa müddətdə çox hasar verən ateş topu lazımdır bizə. Deprem yavaş hasar verir və raket çox ağırdır. Ha ha!